Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Allahın salamı olsun hər birinizin üzərinə. Bu günləri dekabr ayının 31-i 2025-ci il fındıq budaması həyata keçiririk. Deməli, bir çox izləyicilər deyək ki, sosial şəbəkəyə yerləşdirilən bir çox videolardan mənə göndərirlər ki, yəni budanmış halı, yəni belə bir ağacın öncədən adam belə bir ağac göstərir, sonra onun budanmış halını göstərir deyək. Yəni insanların çoxu deyir ki, belə mi olmalıdır, belə düzgündürmü? İnansın dərəcə ki, mən ona qiymət verə bilmirəm. Ona görə ki, o qiymət verəsi bir formada olmur o ağaclar. Ona görə ki, dəyərli izləyicilər, əgər belə bir ağacımızı belə bir formaya gətirə bilmiriksə, gələcək üçün hazırlaya bilmiriksə, gördüyünüz kimi artıq yükdən ağacımız tamamilə təmizlənib, çox gözəl gələcəyi olaqdır və 15-20 il demək olar ki, bu budaqlarla davam eləmək mümkün olası gözəl, hər tərəfə açılan əsl fındıq ağacı ortaya çıxarmış. Yəni iş budur, yoxsa ay nə bilim gələcək üçün, əvəz eləmək üçün nə vaxt əvəz eləyəcəksən, necə əvəz eləyəcəksən? 25 il ərzində 25.000 pöhrən verir o ağac bizə. 25.000 dəyərli izləyicilər. Bax 25 il ərzində o bizə 25.000 pöhrən verəcək. Nəyi əvəz eləyəsən? Bir dəfə normal şəkildə bir budaq seçimi ilə gözəl budaqları hər tərəfə düzdür. Elə ağacımız var. Belə bir imkan olmur. Azdır, az saxlayasıq dəyərli izləyicilər. Yox, bu əvəz eləyəcək. Nə vaxtsa onu götürəcəm, bunu qoyacam, nə vaxt qoyacaqsan? Əgər sənin budağın taclanmırsa, sənin budağın qalınlamırsa, budağının hər tərəfi meyvə gözləri olmursa, baxın dəyərli izləyicilər, biz burada budaqdan öncə küllü miqdarda, demək olar ki 100-150 dənə xırdalı irili budaq var idi. Və bu gövdə hansı ki, görürsünüz budağın uzunluğunu, mən indi o tərəfə keçim ki, nəş buradan. Budağın uzunluğunu görürsünüz dəyərli izləyicilər. Nədir? Budaqlar çaçal. Elə bir ki, boruya oxşur, yəni belə desək durbaya oxşuyur. Çaçal bir durba. Sayısız hesabsız durba, nə su çatdırır, nə onu çatdırır, nə bunu çatdırır, nə üstündə düzəməli fındıq var. Boş-boş şeylər danışır. Adam aynən onu verdim, bunu aldım, bunu verdim, onu aldım. Heç nə yoxdur ortada. Gələcəkdə belə açdığımız təqdirdə, orta gördüyünüz kimi tamamilə günəşləndiyi təqdirdə dəyərli izləyicilər. Baxın, bu yüzdə butağımız yoxdur. Onun için mümkün olmadı. Hamısı içəri baxırdı. Biz nə elədik? Tamamilə açılmış o yüzü saxlamışıq. İnşallah orada hamısı gələcəkdə. O orta meyvə gözləri ilə dolacaq, onun ki günəşlənəcək, işıqlanacaq, gözəl bir forma alınacaq dəyərli izləyicilər. Baxın, bu ağacımızda bu imkan olmadı. Niyə? Çünki mümkün deyil. Mümkün olanı eləyəsik. Olmayanı məcbur deyil. Mən buradan, oradan. Yox dəyərli izləyicilər, o iş deyil. Baxın, burada normal bir şəkil ala bilmişik. Ortanı açmışıq, necə lazımdır və hər tərəfə baxan budaqlarımız var. Vaxtilə yenə deyəm, sıxlıqdan çox çaçal bir vəziyyət alınıb və gələcəkdə günəşləndiyi təqdirdə həm qalınlayacaq, həm hər yeri nə olacaq? Meyvə gözləri olacaq dəyərli izləyicilər. Yəni mən inanırsınızmı, o işlərə qiymət verə bilmirəm. Elə bir mənasız, elə bir xoşa gəlməz bir çəkiliş yerləşdirirlər ki, ora. Heç bir nümunə deyil. İnanırsınızmı? Onu bəyənər kim? Özü elə olmağını istəyən adam. Yəni özü təsəvvüründə elə bir formada ağac təsəvvür edir. Yox dəyərli izləyicilər, bu iş deyil. Çalışın, ağacınızı gözəl şəkildə buduyun. Ən deyək ki, sağlam, keyfiyyətli budaqları saxlayın. Hər tərəfə baxan budaq saxlayın ki, hər budaq gələcəkdə 1 kilo yarım, 2 kilo, hətta biz artıq 2 kilo yarıma çatdırdığımız ağaclar var. Məsələn, 10 dənə budağımız varsa, biz 10 budaqdan 20-25 kilo məhsul alırıq. İndi bəziləri deyəcək, yox, mən çox alıram. Dəyərli izləyicilər, biz su, kübrə, peyin vermirik ağaclarımıza. Dərman qətiyyən gətirmirik bağımıza. Bu təqdirdə də məhsulumuz hətta 1 manat da belə olsa bizə yenə sərf edir. Nəyə görə? Artıq maya dəyəri yoxdur. Aynı adam gedir orada işləyir, patlayır, özündən ideya çıxartır. Ona buna da onu hətta zorla inandırmaya çalışır. Yox dəyərli, bu iş deyil. Çalışın. Elə bir bağ əldə eləyin ki, o sizə hər zaman nə eləsin? Sərf eləsin. Belə məndən bu qədər.